Salam, hörmətli izləyicilər, xoş gördük hər biriniz. Necəsiz? Bugünkü dərsimizdə sizlər üçün erkən orta əsr türk dövlətlərindən olan Göytürk dövləti və Uyğur dövləti haqqında məlumat verəcəm. Hər ikisi haqqında çox qısa məlumatlarımız var, yəni videomuz tez yekunlaşacaq. İlk öncə Göytürk dövləti haqqında məlumat vermək istəyirəm. Göytürklər ümumiyyətlə bu öncəki dərsdə söylədiyim Qərbi Hun dövləti, hansı ki Avropa Hunları, daha sonra Ağ Hun dövləti, Göytürklər, Uyğurlar, Xəzərlər və daha sonraki dövrdə Oğuz dövləti haqqında məlumat əldə edəcəyik ki, bütün bunların hamısı məhz türk mənşəli tayfaların vaxtı ilə Böyük Hun imperiyasının parçalanması nəticəsində Hunların şərqdən qərbə, qərbdən şərqə doğru köç etməsi nəticəsində meydana gəlmiş dövlətlər hesab olunurlar. Göytürklər Mərkəzi Asiya ərazisində yaşayırdılar. Göytürklər məhz öz dövlətlərini də Mərkəzi Asiya ərazisində qurmuşdular. İlk öncə söyləmək istəyirəm ki, bu Göytürklər ilk zamanlarda burada Mərkəzi Asiyada Altay dağlarının ətəklərində yaşamışdılar. Onlar Aşina nəslinə mənsub idilər. Yəni Aşina nəslinin nümayəndələri Göytürklər idi ki, məhz bu nəslin nümayəndələri daha sonra Göytürk dövlətinin qurulmasında böyük rol oynayacaq. Bu Göytürklər 5-ci əsrin ortaları dönəmlərində Altay dağlarının ətrafında yaşayırdılar. Onlar Avar dövlətinə tabe edilmişdilər. Avar dövləti türk mənşəli bir dövlət idi. Göytürklər də həmçinin türk mənşəli tayfalar idi ki, yəni Türkü tabe etmişdi özünə. Avarlar Göytürkü özlərinə tabe etmişdilər və Göytürklər avarlar üçün dəmirçiliklə məşğul olurdular, onlardan asılı halda olub, onlar üçün silahlar hazırlayırdılar, dəmirdən digər müxtəlif əşyalar hazırlayırdılar. Və bu asılılığa son qoyacaq Bumin Xaqan adlı şəxs Göytürk nümayəndəsi idi. Bumin Xaqan avarlara qarşı üsyan qaldıraraq qalib gəlir və 552-ci ildə yeni bir dövlətin, Göytürk dövlətinin əsasını qoyur. Göytürk dövləti Mərkəzi Asiyada yarandı və bu dövlətin paytaxtı Ötkən şəhəri oldu. Ötkən şəhər təbii ki, sizə tanışdır. Böyük Hun imperiyasının paytaxtı olmasından bura biz tanış gəlir bizə bu şəhər. Daha sonra ilk dəfə türk dövlətləri içərisində rəsmi şəkildə türk adının, dövlətin adına verilməsi məsələsi Göytürk dövlətində baş verdi. Burada eyni zamanda söyləyəcəyik ki, Bumin Xaqandan sonra digər hökmdarlar da hakimiyyətdə olmuşdular. Bumin Xaqanın dövründə və onun varislərinin dövründə dövlətin ərazisi xeyli genişləndirildi. Belə ki, bu dövrdə dövlətin ərazisinin genişlənməsi nəticəsində onu idarə etmək çətinləşirdi. Buna görə ölkəni Xaqan tək başına idarə edə bilmirdi. Xaqanın köməkçisi vəzifəsində və eyni zamanda ölkədə ikinci şəxs rolunu oynayan şəxs Yabqu titulunu daşıyan şəxs idi. Ölkə şərq və qərb hissələrinə belə deyək bölünürdü. Şərq hissələrini Xaqan özü idarə edirdi. Ərazi çünki çox böyük idi. Qərb hissələrini isə Yabqu, bəzən bu hökmdarın öz qardaşı olurdu. Yabqu idarə edirdi. Yabqu türk dilindən tərcümədə Yavuq mənasını verən yaxın mənasını, yaxın sözündən götürülmüşdü və hökmran sülalənin, yəni hakim sülalənin nümayəndələrindən təyin olunurdu. Əsasən də hökmdarın öz qardaşı təyin olunurdu bu vəzifəyə. Bumin Xaqandan sonra hakimiyyətə Muğan Xaqan və İstəmi Xaqan gəlmişdi. Belə ki, Muğan Xaqan Xaqan vəzifəsi rolunu oynayırdı, İstəmi isə Yabqu vəzifəsini icra edirdi. Muğan Xaqan dövründə dövlətin güclü bir dövrü idi və o avarlara qarşı mübarizə aparıb onları ölkədən qovmağa nail oldu. Deməli, avarlara qarşı üsyan qaldıraraq dövləti yaradan Bumin Xaqandır, avarları qovmağa nail olan isə Muğan Xaqandır. İstəmi Xaqan sonra köməkçi təyin olunmuşdu. Deməli, Muğan Xaqan Çini asılı etməyi bacardı özündən, yəni Çin onun dövründə asılı vəziyyətdə düşdü. Qardaşı İstəmi isə bir sıra istiqamətlərdə yürüşlər həyata keçirdi. İstəmi Yabqu ilk öncə Xəzərlərin tayfasını özünə tabe edir, ardınca Bizans üzərinə yürüş təşkil edir. Lakin Bizansa yürüş təşkil edən zaman o yolda fikrini dəyişdirərək bu yürüşü düşmən münasibəti yox, diplomatik münasibətə, diplomatik əlaqəyə çevirir. Belə ki, düşünürdü ki, İstəmi Xaqan Sasanilər dövləti hər ikisinin düşməni hesab olunurdu. Həm Bizansın, həm də ki, Göytürklərin. Buna görə o Bizansa qarşı yürüş etmək fikrindən daşınıb, onlar diplomatik əlaqə qurmuşdu. Daha sonra, öncəki mövzumuzda öyrənmişdik ki, Sasanilər və Göytürklər ittifaq halında 567-ci ildə Ağ Hun dövlətinə son qoymuşdular. Lakin sonra onların arasında münasibət gərginləşdi. Səbəb nə idi? Səbəb bu idi ki, Ağ Hun dövlətinə son qoyulandan sonra
Göytürk nümayəndəsi İstəmi Yabqu deməli Sasanilərdən tələb edir ki, vaxtilə Sasanilər Ağ Hunlara ödədikləri vergini indi Göytürklərə ödəsinlər. Bunu təbii ki, Sasani hökmdar rədd edir və belə olan halda Sasani-Göytürk qarşıdurması yaşanır. Nəticədə Sasanilər məğlub olurlar, Göytürklər qalib gəlirlər və Sasani-Göytürk müharibəsinin sonunda Göytürklər Sasanilərin Sogdiana vilayətinə sahib olurlar. Daha sonra artıq biz deyəcəyik ki, 6-cı əsrin sonlarına doğru dövlət zəifləyəcək. Söhbət gedir 1-ci Göytürk dövlətindən. Belə ki, dövlətə tez-tez Çinin yürüşlərinin baş verməsi, burada bir sıra torpaqların Çin tərəfindən işğal edilməsi, eyni zamanda burada olan hökmdarların Buddizm dini yaymaq cəhdləri, belə ki, hakimiyyətdə olan bəzi hökmdarlar Çin mənşəli hökmdarlardır. Yəni ki, bəzilərinin anası Çinli şahzadələrdir. Çinli şahzadə ilə Türk şahzadəsini belə deyim, qarşıdurma yaşamasıdır. Çinli şahzadənin Buddizm dinini yaymaq istəməsi, yəni Çin tipli dini yaymaq istəməsi və qədər gətirib çıxartdı zəifləməyə və parçalanmaya. Bu da 6-cı əsrin 80-ci illərində Göytürk dövləti iki hissəyə parçalandı. Şərqi Göytürk və Qərbi Göytürk dövlətlərinə. Bunlar isə müvafiq zaman aralığında Şərqi Göytürk 7-ci əsrin 30-cu illərində, Qərbi Göytürk isə 7-ci əsrin 50-ci illərində Çindən asılı vəziyyətə düşdü. Daha sonraki dönəmlərdə isə artıq onlar tamamilə müstəqilliklərini itirəcəklər, asılı vəziyyətdə qalacaqlar. Və təbii ki, burada bir sual yarana bilər ki, türklər qədər döyüşkən bir xalq yoxdur. Bunlar heç bir mübarizə aparmadı. Öz azadlığı uğrunda təbii ki də mübarizə apardılar. 639-cu ildə Kürşad adlı bir şəxsin rəhbərliyi altında türklər Çinə qarşı üsyan qaldırdılar. Kürşad kim idi deyə sual versəniz, Kürşad əslində türk idi və Çinin ordusuna daxil edilmişdi ki, Çinlilər onun döyüş taktikalarından, türklərin taktikalarından istifadə etmək üçün onu məhz ordularına daxil eləmişdilər. O da Çinə qarşı üsyan qaldırır 40 nəfərlə, lakin qəhrəmancasına vuruşalar və sonunda həlak olurlar və bu üsyan yatırırlar. Türklər qalib gələ bilmirlər. Lakin biz deyəcəyik ki, 2-ci Göytürk dövləti bərpa olunacaq. Nə zaman? 682-ci ildə. Qutluq adlı şəxs 682-ci ildə 2-ci Göytürk dövlətini yenidən bərpa etməyə bacarır. Çinin şimalında yaşayan türk tayfalarını özünə tabe edir, öz ətrafında birləşdirir və Eltəris xan və ya İltəris xaqan adı ilə taxta çıxır və 2-ci Göytürkü yenidən yaradır. Paytaxt yenidən Ötkən şəhəri olur. Qutluq xanın dövründə Tonikuk adlı şəxs ölkənin belə deyim, bilicisi idi, alimi idi, salib seçilən, hörmət edilən bir şəxsiyyəti idi. Həm də ki, deyəcəyik ki, Tonikuk onun dövründə diplomatik işlərə və orduya rəhbərlik üçün təyin olunmuşdu. Yəni, vəzifəsi yüksək idi. Tonikuk əslində ona həm də köməkçi idi və onu Qutluq xaqanı bir çox səhv addımlar atmaqdan yayındırmışdı, çəkindirmişdi. Bir dəqiqə videoya baxın, görüm, davam edirmi? Aha, davam edirik. Deməli, Tonikuku türklərin Bismarck'ı adlandırırdılar. Deyə bilərsiniz ki, Məhəmməd Bismarck kimdir? Bismarck'ı inşallah öyrənəcəyik biz daha sonraki dönəmlərdə söhbət gedəcək. Birinci Göytürk, Birinci Dünya müharibəsi başlamamışdan öncəki dönəmlər, hansı ki, Birinci Dünya müharibəsi 1914-1918-ci illər dönəmini əhatə etmişdi və biz deyirik ki, burada dünya dövlətlərinin qarşıdurulması yaşanır və Almaniyanın yürütdüyü daxili siyasət nəticəsində o, belə deyim, bir müddət öz varlığını qoruyub saxlamağa bacarmışdı, müharibəyə hazır bir vəziyyətə gəlmişdi, dövlətlərlə ittifaq qurmağı bacarmışdı. Məhz bu Almaniyanın bu qədər gücü edən şəxs Otto von Bismarck adlı bir şəxs idi. Onun yürütdüyü daxili siyasət ölkəni, belə deyim, daxilən gücləndirmişdi. Və məhz buna görə də Tonikuku türklərin Bismarck'ı adlandırırdılar. Hətta biz burada belə bir məqamı vurğulayacaq ki, Qutluq xan özündən əvvəlki digər hökmdarlardan fərqli olaraq Çinli qızla yox, türk qızı ilə ailə həyatı qurdu. Yəni, əvvəlki hökmdarların etdiyi səhvi o etmədi. İkinci növbədə Qutluq xan istəyirdi ki, ölkənin hər bir şəhərin ətrafına hasarlar çəkdirsin. Buna Tonikuk mane olmuşdu. Çünki söyləmişdi ki, biz döyüşkən bir xalqıq və düşmən hücumu baş verən zaman biz düşmənlə mübarizə apara-apara eyni zamanda da bir hansı bir ərazidən çıxıb qaçmağı bacarmalıyıq və bu hasarlar bizə mane ola bilər. Ondan əlavə, burada Qutluq xan istəyirdi ki, Buddist tipli məbədlər inşa etdirsin, Çin tipli paytaxt inşa etdirsin. Bütün bunların hamısının qarşısını alınmasından Tonikukun böyük rolu olmuşdu.
Qutluq xanın ölümündən sonra qardaşı Qapağan xaqan gəldi hakimiyyətə. Əslində oğlanları gəlməkdi, lakin oğlanlara az yaşlı olduğu üçün onun qardaşı Qapağan xaqan hakimiyyətə əl aldı. Qapağan xaqanın dövründə onun qardaşı oğlanları Kültigin və Bilgə xaqan əmilərindən idarəçilik təcrübəsini öyrəndilər və Qapağan xaqandan sonra hakimiyyətə əl aldılar. Bilgə xaqan rolunu oynayırdı, Kültigin isə qardaşı Yabqu vəzifəsini icra edirdi və biz deyəcəyik ki, İkinci Göytürk dövlətində Bilgə xaqanın dövrü güclü bir dövr hesab oluna bilər. Onun dövründə o, Mərkəzi Asiyada yaşayan türk tayfalarını tabe etməyi bacardı. Çinə üzərinə uğurlu yürüşlər etdi. Yenidən o da Çinə asılı hala saldı. Muğan xaqanla oxşarlıqdır. Lakin biz deyəcəyik ki, Bilgə xaqanın ölümündən sonra Tony Cook'un, Kültiginin ölümündən sonra dövlət zəifləyəcək. Kültiginin deməli, az yaşlı oğlu hakimiyyəti ələ alsa da belə ölkəni idarə edə bilmir, dövlət zəifləmə baş verir və belə bir zaman aralığında bundan istifadə edən Uyğur tayfaları 744-cü ildə gəlib yürüş edib 2-ci Göytürkün varlığına son qoyurlar və 2-ci Göytürk dövləti artıq süquta uğrayır. Bu bizim Göytürklər haqqında olan məlumatımızdır. Davam etmək istəyirəm Uyğurlar dövləti haqqında. Uyğur tayfaları haqqında ilk öncə deyim ki, Uyğur tayfaları haqqında ilk məlumatlar, ilk dəfə onların mənbələrdə adının çəkilməsi 2-ci əsr dönəminə aiddir. Onlar əsasən də bir çox zamanlar Uyğurlar Göytürklərin asıllığında olmuşdular, Göytürklərin ordusunda xidmət etməli olmuşdular. Hətta onlar Göytürkün asıllığında o Çinə uğurlu yürüşlər də həyata keçirmişdilər. Və məhz Göytürk dövlətində ən mahir oxçular dəstəsi, ən mahir oxçular Uyğurlar adlanırdı. Uyğurların dövlət yaratılmasına gəldikdə, söylədiyim kimi Göytürkün varlığına son qoyurlar. 744-cü ildə Qutluq, Bilgə, Kül xaqan, Karluq və Basmıl tayfalarını özdən tabe edərək, onları özünə belə deyim, kömək təyin edərək yeni bir dövlətin əsasını qoyur, Uyğur dövlətinin əsasını qoyur. Uyğur dövlətdə yenə eynən Mərkəzi Asiya ərazisində yerləşirdi. Göytürk dövlətinin yerində yerləşirdi. Dövlətin paytaxtı Ordu şəhəri olmuşdu. Yəni o böyük bir ərazini əhatə edirdi. Uyğur dövləti təxminən Qobi səhrasından belə deyək, Xəzər dənizinə qədər ki, böyük bir ərazini əhatə edirdi. Qutluq, Bilgə, Kül xaqandan sonra hakimiyyətə Mayançur xaqan gəldi. Mayançur xaqanın dövrü də qüdrətli dövlətlərdən biri hesab oluna bilər. Belə ki, 751-ci il Talas döyüşü baş verir. Talas döyüşündə Çin və Ərəb qarşı durma yaşayır. Burada Çin məğlub olur, ərəblər qalib gəlirlər. Ərəblər Mərkəzi Asiyanın bir hissəsini ələ keçirməyə bacarırlar. Lakin ərəblər həmin əraziyə sahib çıxmırlar, çıxıb gedirlər öz ölkələrinə. Həmin əraziyə sahib çıxan məhz Uyğurlar olmuşdu. Daha sonra burada biz deyəcəyik ki, Çində deməli, anası türk olan bir Çin şahzadəsi hakimiyyətə gəlmək istəyir və imperatoru hakimiyyətdən salır. Və burada gəlir həmin bu Çinli imperator, əslən Çinli olan şəxs gəlir, Mayançur xaqandan kömək istəyir öz hakimiyyətini bərpa etmək üçün. Mayançur xaqan da təbii ki, gəlir Çin imperatoruna kömək edir, hakimiyyətdə oturan əslən türk olan hökmdar taxtdan vurur salır, Çin imperatorunun hakimiyyətini bərpa edir və bunun qarşılığında da Çinlər hər il ipəklə xərac almağı onların boynuna qoyur. Daha sonra bundan sonra biz deyəcəyik, burada hakimiyyətdə oldu Bölgü xaqan. Bölgü xaqanın dövründə, deməli, onun da qüdrətli dövlət hesab oluna bilər. Bölgü xaqanın dövründə Çinin ticarət yollarını nəzarəti ələ keçirməyi bacardı. Daha sonra Çinə yürüş edən Tibetliləri məğlub etdi. Tibetliləri məğlub edib ölkədən qolmağa nail oldu, Çinə yürüş etmişdilər. Daha sonra maniçilik təlimi yayıldı. Düzdür, siz Sasanilər dövlətində öyrənmişsiniz maniçilik təlimini. Lakin Sasanilerdəki maniçilik təlimində söylənirdi ki, bütün dinlər ləğv olunsun, vahid bir din yaradılsın və bu dində bütün dinlərin elementləri birləşsin. Belə bir fikir irəli sürülürdü, amma Uyğurlarda bu belə deyildi. Uyğurlardakı maniçilik təlimi isə müharibə etməməyi təbliğ edirdi və təbii ki də bu da müharibə aparan hər zaman döyüşən Uyğur xalqının döyüş ruhunun azalmasına, döyüş ruhunun belə deyim, yerlərdə olmasına gətirib çıxartdı. Çünki əhali hər bir zaman müharibə aparmağı sevirdi. Bu da gətirib çıxartdı ölkənin zəifləməsinə və müəyyən narazılıqların yaranmasına. Və dediyim kimi, burada ölkədə Budizm dini yayılma istəməsi, dini pərakəndəlik var,
xaqanların sui-qəsd nəticəsində tez-tez öldürülməsi və tez-tez hakimiyyət dəyişikliyinin baş verməsi 9-cu əsr dönəmində Uyğur dövlətini zəiflətdi və nəhayət Qırğızlar 9-cu əsrin 40-cı illər dönəmində Uyğur dövlətinin varlığına son qoydular. Burada biz deyəcəyik ki, şəhərlər salınırdı, yeni şəhərlər, əvvəlki şəhərlər bərpa olunurdu. Böyük İpək yolu Uyğur dövlətinin ərazisindən keçirdi. Bu da onun ticarət cəhətdən inkişafını təmin edirdi. Və burada biz deyəcəyik ki, kağız əslində ixtirası Çinə məxsusdur. Çindən kağız hazırlamağı, kağız istehsalını Uyğurlar öyrənmişdi. Uyğurlardan ərəblər öyrənmişdi. Ərəblər də bunu Avropaya yaymışdılar. Və məhz mətbəə hazırlanması, yəni kitab çapının həyata keçirilməsi Uyğurlara məxsusdur. Ərəblər də məhz bunu Uyğurlardan öyrənmişdilər və bu manilik təliminin yayılması da bu kitablar vasitəsilə baş verirdi. Uyğurların mətbəəsi sayəsində. Uyğur dövləti haqqında verəcəyim məlumatlar bu qədərdir. Oldu, sağ olun.